Yasamal rayon Lev Landau küçəsində arxamda gördüyünüz bu ağır texnikalar, yəni hal-hazırda dayanmış vəziyyətdə olan asfalt qaşıyan ağır texnika məhz öndə sürücülərin işarəsi görmək istədiyi sağ və sola döngə işarəsi hal-hazırda gördüyünüz kimi ağır texnikanın qaşıyıb tökən hissəsi məhz işarəyə dirənib dayanıbdır. Sürücülərin hərəkəti zamanı bu işarəni görmək mümkün deyil. Sürücülər bunu görə bilmir. Maraqlısı burasındadır ki, bu ağır texnikanı sürən sürücü nəyi düşünüb ki, bu işarədə həmən bu texnikanın bir çıxışını bura diriyib saxlayıbdır. Maraqlısı budur ki, nə vaxt görəsən bu işarədən bu texnikanın yorğun bir vəziyyətini aradan qaldıracaq. Hal-hazırda sürücülərin hərəkəti zamanı bu işarəni görmək mümkün deyil. Şəhərin qonaqları və yaxud da digər sürücülər bu işarəni hal-hazırda görməsi mümkün deyil. Yəqin ki, qısa bir zamanda bu texnika öz yorğunluğunu aradan qaldırmış olar. Yasamal rayon Lev Landau küçəsində arxamda gördüyünüz bu ağır texnikalar, yəni hal-hazırda dayanmış vəziyyətdə olan asfalt qaşıyan ağır texnika məhz öndə sürücülərin işarəsi görmək istədiyi sağ və sola döngə işarəsi hal-hazırda gördüyünüz kimi ağır texnikanın qaşıyıb tökən hissəsi məhz işarəyə dirənib dayanıbdır.